Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Ben bugün sizlərə 7-ci sinif dərsliyinin ikinci hissəsindən 4-cü bölmənin ikinci mövzusunu izah edəcəm. Birinci mövzusu asandı. Düşündüm ki, elə oxuyub rahatlıqla öyrənə bilərsiniz. Əslində bu mövzuda asandır. Bəzi vacib məqamları deyəcəm. Əsas xüsusilə onlara diqqət edəcəyik və bir də əgər FM-ə gedirsinizsə, bu mövzular bizim üçün çox önəmlidir. Şəkillər də daha önəmlidir. Deməli, onurğalı heyvanların bədən hissələri. Onurğalı heyvanları yadımıza salaq hansıları idi? Bura aid idi balıqlar, bunu 5-ci sinifdə keçmisiniz. Bura aid idi amfibilər, yəni suda, quruda yaşayanlar. Bura aid idi sürünən, yəni reptililər və bura aid idi quş, bir də məməli. Bu heyvan qrupları onurğalı heyvanlara aiddir. Tısbağalar bir saatdə təxminən 400 metr, kenguru isə bir tullanışda 6 metrə qədər məsafə qət edə bilir. Baxın, ayrı-ayrı heyvanlardır və hər birinin hərəkəti üçün müəyyən orqanları, yəni ətrafları var ki, onlarla hərəkət edir. Elə onurğalar var ki, həm suda, həm də quruda, məsələn, qurbağalar, timsahlar hərəkət edə bilir uşaqlar. Suda, quruda yaşayan demir ha. Çünki timsah suda, quruda yaşayan deyil, sürünəndir. Hərəkət edə bilir. Yəni suda da hərəkət edə bilir, quruda da hərəkət edə bilir. Məməlilərin nümayəndəsi olan yarasalar quşlar kimi uça bilirlər. Yəni yarasa əslində uça bilən bir məməli heyvandır, quş deyil. Bu heyvanların görürük ki, ayrı-ayrı qrupa daxil olmasına baxmayaraq, həyat tərzi ilə əlaqədar ola bilər, yaşayış mühiti ilə əlaqədar ola bilər ki, onların hərəkət orqanları bir-birinə oxşaya bilsin. Onurğalı heyvanlar fəal hərəkət sayəsində öz yaşayış məskənini dəyişərək yeni ərazilərə yayılırlar. Məsələn, quşlar payızda havalar soyuyanda isti ölkələrə qanadları vasitəsilə uçub yeni yaşayış məskənləri sala bilirlər isti ölkələrdə özlərini. Və yaxud da dağlarda olan heyvanlar qışda dağın ətəyinə doğru gedirlər. Yenə bu da onların hərəkət orqanları sayəsində mümkün olur. Yaşayış mühitindən və həyat tərzindən asılı olaraq onurğalıların müxtəlif bədən forması və hərəkət orqanı var. Nədən asılı olaraq onların hərəkət orqanları, bədən formaları müxtəlifdir deyə soruşulsa, həm yaşayış mühiti buna təsir göstərə bilər, həm həyat tərzi buna təsir göstərə bilər ki, məsələn, məməlilər qrupuna daxil olan heyvanların hamısının hərəkət orqanı eyni cür deyil. Elə birini yarasa götürək. Yarasa ilə kenguru ikisi də məməlilərə aiddir. Kenguru ətrafların üzərində tullanmaqla hərəkət edir, yarasa isə uçmaqla hərəkət edir. Deməli, eyni qrupa daxil olan heyvanların belə istər bədən forması, istər hərəkət orqanı eyni olmaya bilər. Niyə? Çünki onların həyat tərzi müxtəlifdir. Bunun sayəsində onurğalılar üzür, sürünür, dırmanır, yeriyir, qaçır, tullanır, uçur. Yəni həyat tərzinə asılı olaraq bu hərəkət formalarından istifadə edirlər. Gəlin fəaliyyətə baxaq. Deməli, bizə müxtəlif onurğalı heyvanların ön ətraflarının şəkilləri verib və deyir ki, bunlara diqqət edin. Baxın, köpək balığı, pingvin, delfin. Köpək balığı balıqlara aiddir, pingvin quşlara, delfin isə məməlilərə aiddir. Buradan yazıram sizin üçün ki, bəlkə qarışdırarsınız. Ümid edirəm ki, qarışdırmırsınız, amma yenə hər ehtimala yazıram. Köpək balığı da adından göründüyü kimi balıqdır. Baxın uşaqlar, hərəsi ayrı-ayrı qrupa daxildir. Amma su həyat tərzi keçirdiklərinə görə köpək balığı ilə delfin tam su həyat tərzi keçirir. Pingvin quruya da çıxır, amma o daha rahat suda hərəkət eləyir. O suda hərəkətlə əlaqədar olaraq fikir verin onların ətrafları bir-birinə oxşayır. Ön ətraflarıdır ki, bu hərəkətdə, suda üzməkdə onlara kömək edir. Balıqda üzgəc, pingvində qanaddır, amma üzməyə xidmət edir, uçmağa xidmət eləmir, yəni pingvin uçmur. Delfində də kürək əmələ gətirib ki, ön ətrafı suda rahatlıqla hərəkət etməsini təmin edir. Sonra digər şəkilə baxaq. At, balina, tısbağa, qurbağa və quş. Onların ətraflarına baxın uşaqlar. Atın ətrafı hərəkətə xidmət edir. Balinada da həmçinin üzməyə xidmət edir. Tısbağada sürünməyə, hərəkətə xidmət edir. Qurbağada, quşda. Diqqət edirik ki, ətraflar arasında oxşar və fərqli xüsusiyyət görürük ki, görünüşləri fərqlidir. Elədir, görünüşləri fərqlidir, amma bizə bu rəngli hissələri boş yerə verməyiblər uşaqlar. Baxın, bənövşəyi hissədəki sümük, hər birində bu bənövşəyi hissədəki sümük var. Hər birində bu mavi hissədəki sümük var. Diqqət eləyirsiniz. Əslində onların hər biri eyni mənşəyə, mənşə yəni eyni belə deyək də ətrafdır.
eyni sümüklərdən demək olar ki, təşkil olunub. Amma həyat tərzi ilə əlaqədar olaraq quruluşları fərqlidir. Aydındır? Buna homoloji orqan da deyirlər. Yəni mənşəyi eynidir, hamısında ətrafdır, hamısında sümükdən təşkil olunmuşdur, hamısında eyni cür sümüklər var, amma quruluşları müxtəlifdir. Yəni bizə düşsə ki, atın, balinanın, tısbağanın ətrafının oxşar xüsusiyyəti deyərik ki, eyni cür sümüklərdən təşkil olunmuşlar. Yəni daha çox oxşar sümüklərdir. Amma həyat tərzləri müxtəlif olduğuna görə, hərəkətləri müxtəlif olduğuna görə, ona görə də bu orqanların forması bir-birindən fərqlənir. Aydındır, bunlara da diqqət edirsiniz. Gəldik bir-bir bütün bu onurğalıların bədəninin quruluşu və mən istəyirəm ki, bunları bir-bir siz özünüz üçün qeyd edəsiniz. Başlayırıq balıqdan. Uzunsov bədən formalı balıqların bədəni 3 hissədən hansı baş, gövdə və quyruq hissədən ibarətdir? Baş hissəsi, gövdə hissəsi, bu hissə və quyruq hissəsi. Deməli, balığın bədəni 3 hissədən ibarətdir. Bir-bir yazın, əgər RFM-ə gedirsinizsə mütləq, çünki bir il sualda düşmüşdü ki, quşun bədəninin hissələri qədər, səhv eləmirəmsə, barmaq sayı soruşurdu, nə soruşurdu, amma quşun bədəninin hissəsi qədər deyirdi. Artıq biz deməli, quşun bədən hissələrini dəqiq bilməliyik. Bütün onurğalı heyvanların bədən hissəsinə diqqət edin. Deməli, nə dedik? Baş, gövdə və bir də dedik ki, quyruq hissədən təşkil olunmuşdur. Balıqlar, başa baxın, başda bax, gözü var, burun dəlikləri var, ağzı var. Gövdə hissəsində üzgəcləri var. İndi onlar haqqında da danışacağıq. Quyruq hissəsində quyruq üzgəci var. Məhz bunlar nə iş görür uşaqlar? Balıqlar üzgəclərinin köməyi ilə hərəkət edirlər. Biz balıqların üzgəclərini qruplaşdıracağıq. Necə qruplaşdıracağıq? Tək üzgəclər və cüt üzgəclər olaraq qruplaşdıracağıq. Tək üzgəclə cüt üzgəcin fərqi nədir uşaqlar? Sayı 2 olması riyaziyyatda cüt rəqəm bizə biologiyada cüt kimi orqan kimi başa düşülməsin. Niyə cüt kimi başa düşülməsin? Biologiyada cüt odur ki, bir-birinin tam əksində yerləşən, eyni formada, eyni ölçüdədirsə, deməli cütdür. Məsələn, balığın bel üzgəci 2 dənədir, amma biz ona cüt üzgəc deməyəcəyik. Niyə? Çünki bir tərəfi böyükdür, digər tərəfi kiçikdir, bir-birinin eynisi deyildir. Ona görə də tək üzgəclərə biz aid edəcəyik bel üzgəcini, ondan sonra tək üzgəcə aid edəcəyik anal üzgəcini, bir də quyruq üzgəcini. Bunlar tək üzgəclərdir. Cüt üzgəclərə isə biz aid edəcəyik hansıları? Döş üzgəcini, bir də buradan yazıram qarın üzgəcini. Baxın, bunları özünüz üçün sistemləşdirin. Balıqlar üzgəcin köməyi ilə hərəkət edir. Balıqların irəli hərəkətində əsas rolu quyruq üzgəci rol oynayır. Deməli, quyruq üzgəci tək üzgəcdir və irəliyə doğru hərəkətini təmin edir. Qeyd eləyin özünüz üçün. Balıqlar suyun dibinə enərkən və ya səthinə qalxarkən, yəni suda yuxarı və aşağı hərəkət edərkən, suda müvazinətini, sual düşə bilər ki, suda müvazinəti saxlamaq üçün hansı üzgəclər istifadə olunur? Bu zaman cüt döş və cüt qarın üzgəclərindən istifadə olunur. Deməli, cüt üzgəclər suda yuxarı və aşağı hərəkət edərkən müvazinətində istifadə olunur. Tək anal və bel üzgəcləri isə bədənə dayanıqlıq verir. Anal üzgəci və bel üzgəcləri, görürsüz deyir, təkdir bel üzgəcləri. Təkdir, yəni cüt deyil, bir-birinin eynisi deyil. Bunlar bədənə dayanıqlıq verir. Bu, balığın bədən hissələri və ümumi xüsusiyyətləri bu qədər verib, bu qədərini dəqiq öyrənməli uşaqlar. Hər cümlə bir test sualıdır. Hətta bir neçə testin sualının cavabıdır. Yaxşımı? Diqqətli oluruq. Keçdik amfibilər, digər adı suda quruda yaşayanlardır. Amfibilər həm quruda, həm də su hövzələrində yaşayan onurğalılardır. Onların bədəni baş, gövdə, ətraflardan. Deməli, balıqlarda olduğu kimi, bunların da bədəni neçə hissədən ibarət oldu? 3 hissədən ibarət oldu. Yazırıq burada amfibi, bədən yenə özünüz üçün sxem çəkirsiniz. Baş, daha sonra
gövdə və ətraflar. Və şəkilə də diqqət eləyək uşaqlar. Ön ətraflar, arxa ətraflar kimi qruplaşdırıb. Biz də qruplaşdıraq. Ön ətrafları var, arxa ətrafları var. Aha, indi davam eləyək. Onların bədəni baş, gövdə ətraflardan ibarətdir. Göl qurbağasının arxa ətrafları ön ətrafından daha uzun olduğuna görə sıçrayışla hərəkət edə bilir. Yəni baxın, arxa ətraf baxın belə qatlanıb. Burada qatı var, amma ön ətraf isə ona nisbətən daha qısadır. Və bunun sayəsində də sıçrayışla hərəkət edirlər. Arxa ətraflarının barmaqları arasında üzmə pərdəsi olur. Axı biz bayaq da dedik ki, istər timsahlar o sürünənlərə aiddir, istərsə də qurbağalar suda qurda yaşayanlar, yəni amfibilərə aiddir. Suda rahatlıqla üzə bilirlər. Quruda da hərəkət edə bilirdilər. Suda üzməsinə həmin o arxa ətrafındakı barmaqlarının arasında, baxın bax burdadır, üzmə pərdələri kömək edir. Deməli, sual düşsə ki, qurbağada üzmə pərdələri harda yerləşir? Yalnız arxa ətrafların barmaqları arasında uşaqlar. Ön ətrafın barmaqlarının arasında üzmə pərdəsi yoxdur. Ön ətrafdakı bax barmaqlar sərbəstdir. Bax bu formada tutaq ki, barmaqlardır. Amma arxa ətrafın barmaqları arasında isə bu arxa ətraflar olsun. Onun aralarında baxın belə üzmə pərdələri var. Aydındır? Bunu da unutmuruq barmaqlar arasında. Keçdik sürünənlərə. İndi onların bədən hissələri. Baxın, balıqda da bədən 3 hissədən ibarət oldu, amfibilərdə də. Sürünənlərin bir çoxu quruda, bir hissəsi isə su mühitində yaşayır. Suda qurda yaşayan demək deyil uşaqlar. Suda yaşayanı da var, quruda yaşayan da var. Suda qurda yaşayan nədir? Onun haqqında da qısa məlumat verim. Suda qurda yaşayan, yəni amfibi, əslində amfibi sözünün mənası ikili həyat deməkdir. Yəni onlar inkişafının müəyyən bir mərhələsini yalnız suda keçirir. Hansı mərhələ? Suya kürülərini qoyur. 5-ci sinifdə keçmişdiniz. Amfibilər kürü tökməklə çoxalır. Həmin kürülərdən balalar suda çıxır. Suda inkişaf eləyir. Su olmasa yaşaya bilməz uşaqlar, onların balaları. Suda artıq yetkin fərdə, yəni yetkin qurbağaya çevriləndə sudan çıxır. Ona görə də biz onlara suda qurda yaşayan deyirik. Çünki həyatının müəyyən mərhələsi ancaq suda getməlidir ki, yetkin qurbağaya çevrilsin. Amma sürünənlərdə belə bir xüsusiyyət yoxdur. Sürünənlərin bir çoxu quruda, bir hissəsi su mühitində yaşayır. Bu səbəbdən orqanizmlər arasında bədən formasına, hərəkət üsuluna görə fərqlər vardır. Yenə də yaşayış tərzi, həyat şəraiti onların hərəkət formasının, bədən formasının fərqli olmasına gətirib çıxarır. Sürünənlərin bədəni hansı hissələrdən ibarətdir? Onu da özümüz üçün yazaq uşaqlar. Sürünənin bədən hissələri. Bir-bir baxırıq. Bax, baş, görürsünüz, baş hissəsi yazılıb. Baş, boyun, gövdə, quyruq, ətraf. Neçə hissə gördük? 5 hissə. Baş, boyun, gövdə. Buradan yazacağım uşaqlar. Quyruq, bir də ətraflardan. Siz bunu özünüz üçün sxem kimi yazın. İbarətdir. Sürünənlərin ətrafları çox qısadır. Və çox qısa olduğuna görə həmçində uşaqlar ətraflar baxın, gövdənin altında deyil, yanlarına birləşib. Yanlarına birləşdiyinə görə bunlar hərəkət edən zaman quyruğu da, gövdəsi də yerlə sürünür. Ona görə də bunlara sürünən deyirlər. Niyə? Çünki ətrafları gövdənin yanlarında yerləşir. Sürünənlərin çox qısa ətraf olduğuna görə quyruq da hərəkətdə iştirak edə bilər. İlanların ətrafı yoxdur. Yəni bütün sürünənin ətrafı var. Xeyr, ilanların ətrafları yoxdur. Timsahların ayaq barmaqları arasında üzmə pərdəsi olur. Çünki timsahlarda dedik ki, suda hərəkət edə bilir. Ona görə də barmaqları arasında üzmə pərdələri olur. Bu sürünənlərin nümayəndələridir. Bir-bir baxırıq. İlanlar hərəkət orqanları, yəni ətrafları olmayan sürünəndir. İlanlar əzələlərini yığılıb boşaldaraq sürünür və hərəkət edir bunun sayəsində. Yəni ətrafları sayəsində yox, əzəllərinin yığılıb boşalması sayəsində sürünə-sürünə hərəkət edir. Bu timsahdır. Timsah, bu qələmun, iguana, tısbağa. Bu quru tısbağasıdır uşaqlar. Quruda yaşayan tısbağa, indi dəniz tısbağası ilə fərqləndirəcəyik. Bunlar ətraflarının, baxın bu ətraflarıdır, ətraflarının köməyi ilə hərəkət edirlər. Dəniz tısbağalarda isə ön ətraf kürək şəkilli olub, kürək şəkillidir.
O kürək şəkilli ətrafı ilə üzür. Bir də dəniz tısbağaları ilə quru tısbağalarının fərqinə diqqət edin uşaqlar. Ümumiyyətlə tısbağalarda çanaq olur. Tısbağalarda həm daxili skelet var, həm xarici. Daxili skelet bütün onurğalılarda var demişdik. Tısbağalarda həm də xarici skelet var. Baxın bu çanaqdır. Çanaq elə bir ki, onların yuvasıdır. Təhlükə hiss eləyən kimi bu ətraflarını da başında yığır, onun içində gizlənir. Dəniz tısbağaları ilə quru tısbağalarının çanağında da fərq var. Həm ətrafında fərq var, həm çanağında. Nə fərqdir bu uşaqlar? Baxın, quru tısbağaların çanağı hündürdür, amma dəniz tısbağaların çanağı yastıdır. Buna görə də bir-birindən fərqləndirə bilərik. Bu oldu sürünənlər və nəhayət gəldik 4-cü qrup onurğalı heyvan quşlar. Quşlar da uçan onurğalılardır, amma bütün quşlar uçurmu? Xeyr. Əksəriyyəti uçur, uçmayanlar da var. İndi bir-bir onlar haqqında da məlumat verəcəyik. Quşların bədəni yenə baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Deməli, bunların da bədəni sürünənlərin bədənində olduğu kimi 5 hissədən ibarətdir. Bunu da sxem kimi özünüz üçün yazın. Uçmaqla əlaqədar olaraq quşların ön ətrafları qanada çevrilmişdir. Quşlar içərisində pinqvin, dəvəquşu kimi nümayəndələri uça bilmir. Dərsliyimizdə nə verib əzbərləyirik? Pinqvindir, dəvəquşudur, hətta kivi quşudur ki, bunlar uça bilmirlər. Kivi quşunun qanadı yoxdur ümumiyyətlə. Quşların uçuşunda qanadlar və quyruq hissəsində olan iri lələklər mühüm rol oynayır. Quyruq hissəsindəki iri lələklər, qanadlar əsas rol oynayır bunların uçmağında. Bu da sual kimi düşə bilər uşaqlar. Quyruq lələklərinin köməyi ilə quş uçuşunu istiqamətləndirir. Yerə inərkən sürətini tənzimlər. Elə bilin ki, sükan rolunu oynayır da. Həm uçuşunu istiqamətləndirir, həm də yerə enərkən sürətinin tənzimlənməsində iştirak edir. Hətta quşların uçuşunu nəzərə alaraq təyyarələr deməli icad olunmuşdu. Yəni quşların uçuşuna görə. Ona görə də təyyarələrdə də quşlarda olduğu kimi qanadlar, quyruq hissəsi var. Bu da oldu quş, onlar haqqında məlumat. Və nəhayət gəldik sonuncu məməlilər. Məməllərin bədəni baş, boyun, gövdə, ətraflar və quyruqdan ibarətdir. Yenə də görürük 5 hissə. Deməli, balıqla amfibinin bədəni 3, sürünən quş və məməlinin bədəni 5 hissədən ibarətdir. İndi bəzi məməlilər ola bilər ki, uşaqlar, onun quyruğu olmasın. Yəni, belə də məməli nümayəndələr var, amma əksəriyyətində quyruq olduğuna görə həmişə çoxluğu götürürlər də, rəqəmləri götürəndə, məlumat verəndə. Ona görə də ortalama əgər yüksəkdirsə, deyirik ki, əksəriyyətində bədən 5 hissədən ibarətdir. Baş hissəsi, boyun hissəsi, gövdə hissəsi, quyruq hissəsi və ətrafları. Yenə də ətraflar 2 yerə bölündü, ön ətraflar və arxa ətraflara. Bəzi məməllərin ətrafları pəncə, bəzilərində qanad, bəzilərində üzgəc və ya kürək şəkillidir. Bunu da bayaq gördük şəkillərdə. Məsələn, balinada, delfində gördük bunu, yarasada gördük. Ətrafların əsas funksiyası dayaq, yəni bədənin dayağını təşkil eləsin. Bir də hərəkəti təmin etməkdir. Bəzi məməllər ətrafın köməyi ilə qida əldə etmək, torpaq qazmaq, əşya tutmaq, daşımaq, düşmənlərdən müdafiə olunmaq kimi funksiyaları da yerinə yetirə bilirlər. Bu da məməllər haqqında məlumat. Uşaqlar, mövzu çox asan mövzudur, çox rahat mövzudur. Sadəcə dediyim hissələri özünüz üçün qeyd edin. Keçək, düşün, müzakirə et, paylaşaq. Əksər məməllərin ətrafları sürünənlərdən fərqli olaraq daha uzundur və bədənin yanlarında deyil, altında yerləşir. Bunun üstünlüyü nədir? Bunun üstünlüyü nə olacaq? Bunun üstünlüyü onda olacaq ki, deməli, onlar daha rahat, daha sürətlə hərəkət edə bilsinlər. Yəni, sürünənlərdən müqayisədə daha sürətlə hərəkət edə bilməklərinə kömək edir. Gəldik, öyrəndiklərinizi tətbiq edinə. Onurğalı heyvanların fərqli qrupuna aid olan, lakin eyni mühitdə yaşayan heyvanlara nümunələr göstərin. Su mühitində yaşasın. Məsələn, su mühitində yaşayan elə bir ilk növbədə balıq deyə bilərik. Balıq su mühitində yaşayır. Bir də məməlilərdən deyə bilərik. Qrup olaraq, bax, bura yazıram balıq. Bir də məməlilər qrupu. Məməlilər qrupu. Nümayəndə də nə göstərək? Məsələn, buna köpək balığı göstərək, köpək balığı. Buna da heyvan kimi göstərərik məməlilərdən, məsələn, balinanı.
dərsliyimizdə vermişdi balinanı məməlilər kimi. İndi bunların xüsusiyyətləri, quruluşu, həyat fəaliyyəti. Məməlilərdə məsələn balina, bunlarda suda üzməklə əlaqədar olaraq dedik ki, ön ətraflar üzgəclərə çevrilmişdir, arxa ətrafları yoxdur, quyruq üzgəcin köməyi ilə hərəkət edə bilirlər. Hətta uşaqlar onlar suda yaşamağına baxmayaraq ağciyərlə tənəffüs edirlər. Yadınıza gəlirsə 5-ci sinifdə keçmisiniz. Suda yaşayan heyvanlar demişdik ki, qəlsəmə ilə də tənəffüs edir, amma suda yaşayan məməlilər qəlsəmə ilə tənəffüs eləmir. Məsələn, balina bu ağciyər vasitəsilə tənəffüs edirlər. Onların dərisi tüksüzdür. Dərilərinin altında qalın piqatı var. Onların bədənin isti qalmasına da kömək edir. Balıqlara desək, balıqlar da deyəcək ki, suda üzgəclərin köməyi ilə hərəkət edirlər, qəlsəmə ilə tənəffüs edirlər. Bu da onların fərqli xüsusiyyətləridir. Quru mühitində yaşayan, yenə də məməli deyə bilərik heyvan, məməli heyvan qrupu, məməli qrupu və quş qrupuna da deyə bilərik. Nümayəndə göstərsək, məsələn, məməlilərdə quşla oxşarı olan deyək də, məsələn, yarasanı deyək. Yarasa, quşdan da tutaq ki, göyərçin deyək. Göyərçin. Oxşar xüsusiyyət nə deyirik? Oxşar xüsusiyyət deyirik ki, hər ikisi uçur da, uçmaqla hərəkət edir. Amma fərqli xüsusiyyətlərə nə deyə bilərik? Məsələn, yarasalar gecə həyat tərzi keçirirlər. Onların deməli ön ətraflarında dəri pərdə var ki, qana əmələ gətirir. Tük örtüyü var onlarda, amma quşlarda isə lələk deyəcəyik olar. Sonra onların deməli lələk uçanda səs gəlir, lələkləri sıxdır deyə. Onlar uçan zaman səs əmələ gəlir, qanadlarının səsi, amma yarasada bu səs yoxdur. Yəni bunları da misal göstərə bilərik. Gəldik indi öyrəndiklərinizi yoxlayına. Balina və yarasa məməlilərin, ilan, tısbağa sürünənlərin, pingvin, quşların digər nümayəndələrindən nə ilə fərqlənir? Fikrinizi əsaslandırın. Balina və yarasa nə ilə fərqlənəcək? Balina su mühitində yaşadığına görə onda ətraflar üzgəclərə çevrilib, yarasada isə ön ətraflar qanada çevrilib. İlanla deməli tısbağanı fərqləndirəndə ilanın bədənində hərəkət ətraflar yoxdur, sürünməklə hərəkət edir əzəlləri sayəsində. Tısbağalarda isə çanaq vardır. Təhlükə hiss eləyəndə çanağın içində gizlənirlər. Quru tısbağalarda çanaq daha hündürdür, su tısbağalarında daha yastıdır. Pingvinin digər quşlardan fərqi nədir? Pingvinlərin qanadlarında uzun lələklər olmur. Ona görə də onlar uça bilmirlər. Amma suda yaxşı üzə bilirlər. Buzun üzərində yaxşı hərəkət edə bilirlər, sürüşə bilirlər. Bu da onların fərqli xüsusiyyətidir. Sual işarəsinin yerinə uyğun gələn ifadəni müəyyən edin. Deməli, balıq üzgəclə hərəkət edirsə, amfibidə bunu nə götürək? Ətrafları. Dedik ki, onların arxa ətrafları uzun olduğuna görə sıçrayışla hərəkət edə bilirlər. Quru tısbağası ətrafla, dəniz tısbağası da nə dedik? Dedik ki, onlarda ön ətraflar kürək əmələ gətirib ki, onunla hərəkət edirlər. Qağayı qanadla hərəkət edir. Pələng bir məməli heyvandır. Onun deməli ətrafları vardır ki, onunla hərəkət edir. Daha sonra gəldik. Sürünənlərdə pulcuq var. Məməlilərdə artıq bədən örtüyü deyir. Deməli, bunlarda da tük olacaq. Quşun bədəni baş, boyun, gövdə ətraflardan təşkil olunmuşdur. Balıqda nə dedik? Dedik ki, baş, gövdə, deməli, quyruq və üzgəclərdən təşkil olunmuşdur. Ondan sonra məməlilərdə ətraflar bədənin altında, sürünəndə isə bədənin yanlarında yerləşir. Bu da oldu 4-cü bölmənin ikinci mövzusu. Diqqətlə dinləyin və bütün məlumatları özünüz üçün qeyd edin. Sağ olun, gələn dərslərdə görüşərik.